Değerli dinləyicilər, kitab oxumaq və ya dinləmək başqa bir aləmdir. Siz kitabı oxuyarkən və ya dinləyərkən özünüz rejissora çevrirsiniz. Gözlərinizin önündə səhnələri canlandırırsınız, bir qəhrəmanı sevirsiniz, digərinə nifrət bəsləyirsiniz. Sanki yazıcı ilə birlikdə roman yazırsınız. Qulağınız məndə olsun. Agatha Christie, Herkül Poirot'un Milad Bayramı. Birinci hissə, 22 dekabr. Stefan paltosunun yaxasını yuxarı qaldırıb platforma boyunca iri addımlarla irəliləyirdi. Stansiyanın üzərinə çəkilmiş çən hər tərəfi yarıqaranlığa bələmişdi. Nəhəng qatar lokomotivindən çıxan buxar bulud şəklində səmaya qalxırdı. Yan-yörədəki hər şey çirkli idi və toz torpağa bürünmüşdü. Necə murdar ölkədir, necə də kirli şəhərdir, deyə Stefan stansiyada onu qarşılayan çirk və səliqəsizlikdən ürpəndi. Onun əvvəllər Londonun böyük mağazalarına, gözəl restoranlarına, gözəl libaslı, incə belli qadınlarına hiss etdiyi heyranlıq ərşə çəkildi. Kaş indi Cənubi Afrikada olaydım, deyə Stefan fikirləşdi. Qəfildən öz evi üçün darıxdı. Parlaq günəş, mavi səma, başdan başa gül çiçəyə qərq olmuş göz oxşayan bağçalar, mavi rəngin min bir çalarlı çiçəkləri, plumbago kollarının hördüyü yöndəmsiz çəpərlər, hər evi, hətta xırdaca daxmaları belə bürüyən mavi filarmoniyalar. Stefan beynində yenə də kaş ki bura gəlməyəydim, deyə fikirləşdi. Sonra o gizli məqsədini xatırladı. Beynində çək-çevir etdi və dodaqlarını nifrətlə büktü. Xeyr, nəyin bahasına olursa olsun başladığım işə davam etməliyəm. Bunu həyata keçirmək üçün illər boyu fikirləşmişəm. Bu ötəri həvəssizlik onu sual atəşinə tutdu. Nə üçün? Bunu etməyə dəyər. Bu qədər qarmaşa nəyə gərəkdir? Bunların hamısı iradənin zəifliyindəndir. Məyər o yeniyetmə oğlan idi, onun 40 yaşı vardı. Kifayət qədər özünə inamlı və məqsədyönlü bir insan idi. Elə buna görə də yoluna davam etməli idi. Stefan qatara baxaraq addımlayır, əyləşmək üçün boş yer axtarırdı. O hər yandan ötdüyü vaqonun içərisinə göz gəzdirirdi. Qatarlar tamamilə doluydu. Nəticə etibarilə Milad bayramına cəmi cümlətanı 3 gün qalmışdı. Stefan far vaqonlara bütün varlığı ilə hiss etdiyi bir ürpənti ilə baxırdı. Sonsuz sayda insan axını, hamısı hər bir necə deyərlər, bir-birinə bənzəyir, sanki bir almanın yarısıdırlar. Bəziləri yüksək səviyyədə geyinib keçirmiş boşboğazlardır, ağızlarına gələni danışırlar. Hətta nərmanazik qırmızı dodaq gözəlçələr də insanın ürəyini bulandıracaq dərəcədə bir-birinə bənzəyirlər. Stefan yenə də qəlbində böyük bir həsrətlə günəşin parlaq şüaları ilə yanmış sonsuz çölləri düşündü. Sonra o qəfildən vaqonun içərisinə baxdı. Vaqonun içərisində diqqətini cəlb edən bir qız gördü. Qızın qara saçları, xəfif və xoş çöhrəsi var idi. Onun qara gözləri gecənin qaranlığını əks etdirirdi. Cənub iqliminə məxsus, kədərli və məğrur baxışları vardı. Bu qız qatardakı digər can sıxıcı, axmaq çöhrəli insanların yanına yaraşmırdı. İndi o, eyvanda əyləşməli, o məğrur başına xüsusi naxışlarla toxunmuş örpəyi örtməli və dodaqların arasında bir qızıl gül tutmalıydı. İsti havada ətrafa toz, öküz qanı və korridanın qoxusu yayılmalıydı. Ancaq bu qız indi 3-cü dərəcəli bir vaqonun üfunət qoxulu skamyasının küncünə sığınıb qalmışdı. Stefan hər şeyə nəzər yetirən bir insan idi. O qızın çiyninə atdığı qara paltonun tamamilə köhnə olduğunu, əllərindəki pambıq əlcəyin çox ucuz olduğunu, ayaqqabı dabanını necə sürtülüb incəldiyini diqqətlə nəzərdən keçirdi. Buna baxmayaraq onu birinci dəfədən görən Stefan, qızın möhtəşəm gözəllik ilahəsi olduğunu düşündü. Aman Allah, görəsən onun bu soyuq, buludlu və insanların qarışqa kimi ora-bura axışdığı ölkədə nə işi var?
deyə Stefan fikirləşdi. Mən mütləq onun kim olduğunu və bu ölkəyə nə üçün gəldiyini öyrənəcəm. Pilar pəncərənin qarşısındakı skamyanın bir küncünə sıxılıb qalmışdı və bu ingilislərdən necə də qəribə iyi gəlir, deyə düşünürdü. İngiltərədə onun ən çox diqqətini bu tutqun və fərqli qoxu çəkmişdi. Bu nə sarımsaq, nə toz, nə də ki ətir qoxusuna bənzəyirdi. Vaqonlara da bütün qatarlarda olan yarı kükürt, yarı sabun qoxusunu xatırladan bir rayihə yayılmışdı. Onun burnuna qəfildən qəribə bir qoxu dəydi. Bu yandakı qadının əynindəki kürkün yaxalığından gəlirdi. Pilar yavaş-yavaş naftalinini ciyərlərinə çəkdi. Müqəddəs Məryəm, belə iyrənc bir ətri necə istifadə etmək olar, deyə düşündü. Siqnal səsi eşidildi. Kimsə qəfildən başa düşülməyən qarışıq bir səslə qışqırdı və qatar yavaş-yavaş stansiyadan uzaqlaşdı. Piların ürəyi daha sürətlə döyündü. Görəsən hər şey öz qaydasında gedəcəkmi? O fikirləşdiklərini edə biləcəkmi? Şübhəsiz, o hər şeyi yüz ölçüb bir biçib, qarşılaşa biləcəyi hər ehtimalı nəzərə alıb, əlbəttə o uğur qazanacaq. Pilar uşaq saflığı ilə yan yörəsinə nəzər yetirdi. Sərnişinlərin əksəriyyəti, qarşıdakı 7 nəfər. Bu ingilislər necə də qəribə, gülməli insanlardı. Əlbəttə onların hamısı zəngindir. Bunu onların ayaqqabılarından, əyin başlarından rahatca görmək olur. İngiltərə çox varlı bir ölkədir. O, bu haqda həmişə eşidib, ancaq onların heç biri şən insanlar deyil. Sözsüz, aydın görünür ki, onlar qətiyyən deyib gülən şən insanlar deyillər. Bircə, dəhlizdə dayanmış həmin adam. Çox yaraşıqlıdır. Pilar onun səxavətli bir insan olduğunu düşünürdü. Onun günəş şüalarından tündləşmiş çöhrəsini, qarğa dimdiyinə oxşayan burnunu və enli çiyinlərini bəyənmişdi. Pilar dəhlizdəki yaraşıqlı adamın onu bəyəndiyini bircə baxışla hiss etmişdi. Bu dəhlizdəki yaraşıqlı adama gözünü zilləyib baxmamışdı. Onun Piları gözünün altı ilə necə süzdüyünü və baxarkən çöhrəsində olan ifadəni aydın görə bilirdi. Bu Piların hisslərinə toxunmurdu. O elə bir ölkədən gəlirdi ki, orada kişilər qadınlara açıq-aşkar baxırdı və bunu gizlətmə ehtiyacı hiss etmirdilər. O, bu adam haqqında fikirləşirdi və onun bir ingilis olub olmadığını bilmək istəyirdi. Həddən artıq şaqraq canlıdır, ingilis ola bilməz, deyə Pilar onun kimliyini müəyyən etməyə çalışırdı. Axı ağbənizdir, bəlkə də Amerikalıdır, digər tərəfdən düşünürdü. O aktyordur, kovboy kinolarındakı aktyorlara oxşuyur. Afisiant dəhliz boyu özünə yol açaraq irəliləməyə çalışırdı. Yemək vaxtıdır, zəhmət olmasa yerlərinizə əyləşin. Vaqondakı 7 sərnişin də səhər yemək üçün bilet almışdılar. Onlar yerlərindən qalxıb dəhlizə çıxandan sonra içəridə bir sakitlik yarandı. Pilar qarşısında əyləşmiş ciddi baxışlı qadının azca örtdüyü pəncərəni möhkəmcə bağladı. Sonra skamya söykənib pəncərədən Londonun məhəllələrinə tamaşa etdi. Hətta açılan qapıya tərəf başını çevirmədi. Bu, bayaqdan onun diqqətini cəlb edən dəhlizdəki adam idi. Pilar əmin idi ki, o, məhz onunla söhbət etmək üçün gəlib. O pəncərədən çölə qayğılı-qayğılı baxmağa davam etdi. İstəyirsinizsə, pəncərəni tamamilə açın, Stefan Par dilləndi. Pilar təmkinlə cavab verdi. Əksinə, mən indicə özüm pəncərəni bağladım. Pilar çox gözəl ingiliscə danışırdı. Ancaq bəzi məqamlarda onun nitqində incə bir ləhcə hiss olunurdu. Onların arasında yaranmış səsliliyin nəticəsi olaraq Stefan fikirləşdi. Gözəl səsi var. Eynilə yaz axşamlarının ilıq istisi hiss edilir. Pilar öz-özünə fikirləşirdi. Mən onun səsini bəyəndim. Bu çox gözəl, güclü və maraqlı bir səsdir. O cəlbedicidir. Bəli, çox cəlbedicidir. Qatar basırıqdır, Stefan dedi. Doğrudan da elədir, haqlısınız. Yəqin London qaşqabaqlı bir şəhər olduğu üçün hər kəs oradan qaçmağa çalışır.
Pilar yad adamlarla vaqonda danışmağın etik olmadığını bilirdi. Digər ki, özünə elə də ciddi sərhədlər qoymurdu. Ehtimal ki, Stefan da İngiltərədə böyümüş olsaydı, o da yad adamlarla ünsiyyət qurmağa çəkinərdi. Ancaq o dostluqlar yaratmaqdan zövq alan, istədiyi insanla rahat ünsiyyət yarada bilən biri idi. Stefanın çöhrəsində xəfif bir təbəssüm yarandı. London elə də yaxşı yer deyil, elə deyilmi? Dedi. Ah, bəli, elədir. Mən ümumiyyətlə buraları xoşlamıram. Mənim də heç xoşum gəlmir. Siz ingilis deyilsiniz, elə deyilmi? Pilar dedi. Mən ingilisəm, ancaq Cənubi Afrikada yaşayıram. Aha, indi başa düşdüm. Siz də hansısa xarici ölkədən gəlmisiniz? İspaniyadan gəlmişəm deyə Pilar başı ilə təsdiqlədi. Stefan ona olan marağı artdı. İspaniyadan gəlmisiniz? Elə isə siz ispansınız. Mənə yarı ispan demək olar. Çünki anam ingilisdir. Elə buna görə də ingilis dilində yaxşı danışıram. Stefan gülümsədi və sakit bir səslə soruşdu. İngiltərəyə nə üçün gəlirsiniz? Pilar özünə inamlı bir səslə cavab verdi. Qohumlarıma baş çəkməyə gedirəm. Daha doğrusu, İngilis qohumlarımın ziyarətinə gedirəm. Başa düşdüm. Stefan Piların qarşısındakı oturacaqda əyləşmişdi və gözünü qıza zilləmişdi. Görəsən haqqında danışdığı İngilis qohumları necə insanlardı, deyə fikirləşdi. Onlar İspaniyadan gəlmiş bu qohumu görən kimi nə edəcəklər, ona qarşı necə münasibət göstərəcəklər? Stefan Milad bayramını qeyd etmək üçün yığışmış bir İngilis ailəsinin arasında Piları təsəvvür etdi. Bir anlıq həmin mənzərəni gözlərinin qarşısına gətirməyə çalışdı. Cənubi Afrika gözəl yerdir, deyə Pilar soruşdu. Stefan ona Cənubi Afrika haqqında danışmağa başladı. Pilar bir uşağın gözəl nağıla qulaq asdığı kimi diqqətlə Stefanın danışıqlarını dinləyirdi. Stefan onun sadə və ağıllı suallarından zövq alırdı və onlara daha əyləncəli cavablar vermək üçün bacardığı qədər hekayəsini sehirli bir nağıla çevirirdi. Sərnişinlərin yeməkdən geriyə öz vaqonlarına qayıtmağı onların şən söhbətinin yarıda kəsilməsinə səbəb oldu. Stefan xeyli vaxt oturduğu yerdən ayağa qalxdı və Pilara baxdı. Onun baxışlarında və çöhrəsində xəfif bir təbəssüm var idi. Sonra arxasını çevirdi və qapıya tərəf getdi. Stefan qapının kəndarında yaşlı bir İngilis qadının içəri girməsi üçün kənara çəkildi. Həmin məqamda gözü yandakı dolabın üzərinə qoyulmuş yol çantasına sataşdı. Bu çantanın Pilara məxsus olduğu hiss edilirdi. Stefan çantanın qulpuna keçirilmiş kartın üzərindəki yazıları diqqətlə oxudu. Xanım Pilar Estravados. Digər ki, Stefan ikinci sətirdəki yazıları oxuyanda çöhrəsində qəribə bir təbəssüm peyda oldu. Gorston Hall, Lonsdale, Huddersfield. Stefan arxaya çevrilib qıza yenidən baxdı. Bu dəfə onun baxışlarındakı təəccüb, nifrət və şübhə açıq-aşkar hiss edilirdi. Stefan sakit addımlarla dəhlizə çıxdı. Bir siqaret yandırdı. Qaşlarını çatdı və dərin düşüncələr burulğanına yuvarlanıb sonsuzluğa doğru getdi. Gorston Hall'un böyük, mavi və qızılı əşyalarla bəzənmiş qonaq otağında Alfredli və arvadı Lidia əyləşib Milad bayramı üçün hazırlıqlar görürlər. Alfred orta yaşlı, xeyli kök və xoş çöhrəli, qəhvəyi gözlü bir insandı. O danışdıqca səsi çox sakit və təmkinli gəlirdi. Onun boynu çiyinlərin arasına batmışdı. Kənardan baxanlar onun olduqca tənbəl bir insan olduğunu fikirləşə bilərdilər. Arvadı Lidia isə olduqca incə, zərif və hərəkətli bir qadın idi. İnsanın təsəvvürünə gətirə bilməyəcəyi qədər zərifdir. Həm də hərəkətlərində olduqca cəldlik və qəribə bir incəlik vardı. Onun yorğun və ifadəli, heç bir ənli kirşanla istifadə etmədiyi çöhrəsi gözəl deyildi. Ancaq kübar görsənirdi. Səsi məftun edici idi. Atam təkid edir, burada başqa bir şey edə bilmərik, deyə Alfred dilləndi.
Lidia qəfildən səbirsizcə bir hərəkət edəcəkdi ki, son məqamda özünü ələ aldı. Həmişə ona boyun əymək məcburiyyətindəsən. Əzizim, o çox yaşlıdır. Oh, bilirəm, bilirəm. Ona görə də həyatda istədiyi hər şeyin edilməsini gözləyir. Lidia kinayəli səslə dilləndi. Təbiidir, onsuz da o həmişə etmək istədiyini edir. Lidia, nə demək istəyirsən? O baxışlarını Lidianın üzünə zillədi. Alfredin üz cizgilərində və baxışlarında arvadının dediklərindən hiss etdiyi kədər və təəccüb oxunurdu. Lidia dodaqlarını qısmışdı və danışığına davam edib etməməkdə tərəddüd edirdi. Alfred Lee yenidən sözünü təkrarladı. Lidia, mən başa düşmürəm. Sən nə demək istəyirsən? O incə və cazibədar çiyinlərini çəkdi. Sözlərini ehtiyatla min ölçüb bir biçərək deməyə çalışdı. Atan biraz qəddardır. O olduqca yaşlı və qoca bir insandır. Şübhəsiz, o daha da yaşlanacaq. Nəticədə daha çox despotlaşacaq və qəddarlaşacaq. Bu nə vaxt sona çatacaq? Alfred, o bizim həyatımıza öz istədiklərini diktə edir. Bizim azad bir plan qurmağa icazəmiz yoxdur. Atan hər bir planımızı dağıdır. Biz hər şeydən əvvəl gərək onu düşünək. Unutma, o bizə qarşı həmişə xoş münasibət göstərib. Alfred dilləndi. Hə, əlbəttə, bizə qarşı. Bizə qarşı çox yaxşı rəftar edib. Alfred sərt səslə dedi. Sən atanın bizə göstərdiyi maddi dəstəyi xoş rəftar kimi qəbul edirsən? Bəli, onun öz ehtiyacları çox azdır və həddən artıq sadə həyat keçirir. Ancaq qətiyyən bizə qarşı simicilik etmir. Sən bu evdə istədiyin qədər pul xərcləyə bilirsən, bahalı geyimlər alırsan və atan bütün kommunal xərcləri ödəyir. Deyəsən yadından çıxarmısan, elə keçən həftə bizə yeni avtomobil hədiyyə etdi. Pul məsələsinə qalanda, mən qəbul edirəm ki, sənin atan çox mərhəmətli və əlaçıq insandır, Liza dedi. Ancaq bunun qarşılığında bizi öz əsiri kimi görür. Əsiri kimi? Bəli, Alfred, sən onun əsirisən. Bir yerə getmək qərarına gəlsək, sənin atan qəfildən səfərimizə mane olacaq və sən onun diktə etdiyi kimi geriyə qayıdıb oturacaqsan. Əgər onun ürəyi buradan çıxıb getməyimizi istəyirsə, onda biz səyahət etməyə çıxırıq. Bizim müstəqil, azad həyat tərzimiz yoxdur. Alfred qəmli-qəmli dedi. Lidia, bu şəkildə danışmağını istəmirəm. Bu naşükürlükdür. Atam hər şeyi bizim üçün edir. O, Alfredin dediklərinə etiraz olaraq dişlərini sıxmışdı. Bilirsən, Lidia, atam səni çox istəyir, deyə Alfred dilləndi. Amma mən onu çox istəmirəm, Lidia dedi. Lidia, belə sözləri səndən eşitmək məni çox kədərləndirir. Bunlar mənim xətrimə dəyir. Ola bilər, ancaq insan bəzi məqamlarda həqiqəti demək məcburiyyətində qalır. Əgər atam bunları bilsə, atan çox yaxşı bilir ki, ondan xoşum gəlmir. Zənnimcə, hətta bu onu əyləndirir. Həqiqətən, Lidia, məncə sən burada səhv edirsən. O mənə tez-tez sənin xasiyyətinə necə heyran olduğunu deyir. Əlbəttə, bu normaldır. Çünki mən ona qarşı həmişə hörmət saxlayıram, həmişə də saxlayacağam. Mən sadəcə nə hiss etdiyimi bilməyini istəyirəm. Alfred, mənim sənin atandan xoşum gəlmir. Məncə o kinli və qəddar qocanın biridir. O sənin qürurunu tapdalayır, sənin sevgindən istifadə edir. Bu qədər kifayətli, Lidia. Zəhmət olmasa bircə kəlmə də dillənmə, deyə Alfred qəti səslə dedi. Lidia nəfəsini dərdi. Çox üzr istəyirəm, ola bilsin ki, mən səhv etdim. Gəl bizim Milad bayramını necə təşkil edəcəyimizi danışaq. Səncə qardaşın David həqiqətən də gələcək? Niyə də gəlməsin ki? David çox qəribə adamdır. Məyər unutmusanmı? O uzun illər boyu və addımını da atmayıb. Həmişə anana bağlı olub. Onun bura ilə bağlı çox xatirələri var. David həmişə atamı əsəbləşdirib, Alfred dedi. Xəyalpərəst düşüncələri və musiqiyə olan həvəsi həmişə atamla onun arasında dərin uçurum yaradıb. Atam ondan bərk inciyir. Ancaq zənnimcə David və Hilda
Milad bayramı günü buraya gələcəklər. Barışın, xoş niyyətin zamanıdır, deyə Lidia dilləndi. Sonra isə dodaqlarına ironik bir təbəssüm qondu. Bilmirəm, görəsən George və Magdalena gələcəklər. Onlar deyirlər ki, ola bilsin sabah gəlsinlər. Qorxuram ki, Magdalena burada çox darıxsın. Alfred etinasızlıqla dilləndi. Qardaşım George'un niyə özündən 20 yaş balaca bir qızla evləndiyini başa düşə bilmirəm. Hərçənd ki, George'un axmağın biri olduğuna şübhəm yoxdur. O siyasi həyatında çox uğurludur, deyə Lidia cavab verdi. Seçiciləri ondan çox razıdır. Zənnimcə Magdalena ona siyasi karyerasında dəstək olur. Alfred sakit səslə dilləndi. Mənim Magdalena'dan elə də xoşum gəlmir. Düzdür, gözəl qadındır. Ancaq çox vaxt onu sevilən armuda bənzədirəm. Qabığında çəhrayı, xırda-xırda nöqtələri olan armud. Eyni ilə mumdan düzəldilmiş kimidir. O sözünü bitirdikdən sonra başını aşağı salladı. Amma digər ki, heç dadı olmur. İçi də ağappaqdır, Lidia dedi. Alfred, düzü səndən belə bir şey gözləmirdim. Qəribəsən. Niyə qəribəyəm? Lidia dedi. Çünki əslində bilirsən, əslində sən mehriban bir insansan. Başqa insanlar haqqında pis bir şey deməzsən. Bilirsən, elə məqamlar olur ki, sənin kifayət qədər ciddi insan olmadığını əsəbləşirəm. Sənin dünyadan xəbərin yoxdur. Alfred güldü. Zənnimcə dünya insan elə düşündüyü kimi bir yerdir. Sən bu dünyanı necə düşünüb qəbul edirsənsə, elə dünya da o şəkildədir. Lidia cəld dilləndi. Xeyr, qətiyyən pislik insanın içində, düşüncəsində var olan bir qüvvə deyil. Bu dünyanın özündə var olan reallıqdır. Pislik, pis əməl bu dünyada mövcuddur. Sən bu dünyadakı pislikləri görə bilmirsən. Mən isə hiss edirəm. Hətta burada, bu evin özündə də qaranlıq və qorxulu nəsə var. Sonra dodaqlarını dişləyərək başını yana çevirdi. Lidia, deyə Alfred dilləndi. Qadın ərini susturmaq üçün əlini yuxarı qaldırdı. Alfredin çiynin üzərindən bir yeri göstərdi. Alfred cəld başını arxaya çevirdi. Qapının kəndarında qarabəniz bir xidmətçi sakitcə dayanmışdı. Nə lazımdır, Harbury? Deyə Lidia sərt səslə soruşdu. Harbury dedi. Xanım, sizə cənab Leynin xəbərini çatdırmaq üçün gəlmişəm. Milad bayramı üçün əlavə 2 qonağın gələcəyini bildirdi. Onlar üçün də otaq ayırmaq lazımdır. Lidia soruşdu. Daha 2 qonaq? Bəli, xanım. Bir cənab və bir gənc xanım gələcək, deyə Harbury yumuşaq bir səslə cavab verdi. Alfred təəccüblə soruşdu. Gənc xanım gələcək? Bəli, cənab Lee beləcə dedi. Gedib indicə onunla danışacağım. Lidia cəld hərəkətlə yerindən qalxdı. Harbury bir addım irəliyə gəldi. Lidia yerində dayanmağa məcbur oldu. Üzr istəyirəm, xanım. Cənab Lee indicə günorta yuxusuna gedib. Ona görə də heç kimin onu narahat etməməyini istəyir. Başa düşdük, Alfred dedi. Onu narahat etmərik. Çox sağ olun, cənab, deyərək Harbury çıxdı. Lidia qəzəblə dodaqlarının altında deyməyə başladı. Bu adamı elə nifrət edirəm ki, o bu evdə səssiz bir pişik kimi yaşayır. Heç kim onun nə vaxt gəlib, nə vaxt gedəcəyini bilmir. Mən də əslində onu xoşlamıram. Amma o işini yaxşı bilir. Məncə yaxşı bir xəstə baxıcısı olmaq elə də asan deyil. Bir də ki, atamın ondan xoşu gəlir. Ən əsası da budur. Bəli, dediyin kimi, ən əsası da budur. Alfred, bu gənc qız məsələsi nədir? Hansı gənc qız var? Alfred başını sağa sola tərpətdi. Bilmirəm, heç ağlıma elə biri də gəlmir. Onlar bir-birinə baxdılar. Qəfildən Lidia dodaqlarını bükərək dilləndi. Alfred, bilirsən nə fikirləşirəm? Nə? Məncə son vaxtlar atanın ürəyi çox sıxılır. Ona görə də bir gecəliyinə əylənmək üçün nəsə fikirləşib. O, əyləncəsini bizim ailə yığıncağında təşkil etmək istəyir. Düzü bu məsələnin bütün detallarını bilmirəm. Ancaq əminəm ki, atam biraz əylənmək üçün nəsə hazırlamağa çalışır.
Atamın Milad bayramı günü xeyli xoş vaxt keçirəcəyinə, əylənəcəyinə əminəm. Yazıq həyəcanlı və sərgüzəştlərlə dolu ömür keçirdikdən sonra ayağındakı problemə görə bu evə bağlı qalıb. Liza yavaş-yavaş ərinin sözlərini təkrarladı. Sərgüzəştlərlə dolu bir ömür keçirdikdən sonra. Alfred bu istehzanı hiss etdi. Çöhrəsi qıpqırmızı oldu. Qadın qəfildən özündən çıxdı. Bilirsən, sən onun oğlu olduğuna qətiyyən inana bilmirəm. Sən atanın tamamilə əksisən. Amma onu çox istəyirsən. Liza, həddini aşmırsan. Bu çox təbii bir şeydir. Hər oğul öz atasını çox istəyir. Əgər istəməsəm, bu daha çox qeyri-təbii olar. Elə isə belə çıxır ki, ailənin digər üzvləri qeyri-təbii davranırlar. Of, əslində səninlə bu haqda mübahisə etmək istəmirəm. Üzr istəyirəm. Mən sənin duyğularına toxundum. Bilirəm, Alfred, mənə inan ki, sözün əsl mənasında belə demək istəmirdim. Sənə bu sədaqətinə görə böyük hörmətim var. Belə alicənab insana az rast gəlinir. Elə hesab et ki, bu duyğularımı qısqanıram. Qadınların öz ərlərini qaynanalarına qısqandıqları deyilir. Mənim də öz qaynatamı qısqanmağım normal sayılmalıdır. Liza, bəzən sənin boş boğazlığın tutur. Sənin atamı qısqanmaq üçün heç bir səbəbin yoxdur. Liza peşman olduğunu bildirmək üçün ərini qucaqladı və yavaşca onun qulağından öpdü. Bilirəm, düzü sənin ananı heç vaxt qısqanmazdım. Anam fağır bir insan idi, deyə Alfred dilləndi. Liza ona maraqla baxdı. Deməli, ananı fağır və yazıq bir insan kimi görürsən? Bu çox maraqlıdır. Alfred xəyala dalmış bir şəkildə dilləndi. Mənim təsəvvürümdə o həmişə xəstə bir insan kimi qalıb. Tez-tez ağlayardı. Alfred dərin bir ah çəkdi. Başını yelləyib sözlə davam etdi. O iradəli bir insan deyildi. Çox qəribədir, Liza dedi. Ancaq Alfred baxışlarını arvadına zilləyəndə Liza cəld mövzunu dəyişdi. Madam ki, gizli qonaqların kimliyini bilməyimizə icazə yoxdur, onda mən də çölə çıxım və həyətdəki işlərimi tamamlayım. Əzizim, hava çox soyuqdur. Çöldə güclü külək əsir. Heç bir problem yoxdur. Əynimə qalın bir şey geyinərəm. Liza otağı tərk etdi. Alfredli bir müddət otağın içərisində hərəkətsiz qaşqabağını tökərək əyləşdi. Sonra o yerindən qalxdı və otağın sonundakı böyük pəncərənin qarşısına gəldi. Evin qarşısında başdan başa böyük bir meydança var idi. Bir-iki dəqiqədən sonra Liza qoluna keçirdiyi səbəti ilə göründü. Onun əynində qalın palto var idi. Əlindəki səbəti beton səkin üzərinə qoyub qarşıdakı çiçəklərə doğru əyildi. Alfred bir xeyli pəncərədən arvadına baxdı. Sonra otaqdan çıxıb paltosunu geyindi, qalın yun şərfini boğazına bürüdü və yan qapıdan çıxdı. Evin qarşısındakı beton səkinin yanında böyük dibçəkdə çiçəklər əkilmişdi. Həmin dibçəyin içərisində Liza bacarıqlı və incə barmaqları ilə bağça salmışdı. Sapsarı qumun üstündə bir-iki yerə pərçimlənmiş palma budaqlarının altında təsvir edilən dəvənin üstündə ərəb fiqurları var idi. Bir-birinin üzərinə qalanmış çiçək dəstələrindən ibarət İtaliya bağçası da var idi. Burada Şimal Buzlu Okeanın təbiətini xatırladan mənzərəyə də rast gəlmək mümkün idi. Onlardan sonra Yapon bağçasına məxsus bəstə boy dekorativ bir cüt ağac gəlirdi. Plastilindən düzəldilmiş körpünün altından yerləşdirilmiş güzgünün üzərindən su axırdı. Nəhayət Alfred Lizanın işlədiyi yerin qarşısında dayandı. Qadın döşəməyə sərdiyi yaşıl kağızın üzərinə incə şüşə parçaları qoymuşdu. Həmin şüşənin ətrafında xırda qaya parçaları düzülmüşdü. Sonra Liza balaca bir torbadan çıxartdığı çay daşlarını yan-yana düzməyə başladı. Ehtimal ki, bu balaca daşlarla dəniz sahili düzəltməyə çalışırdı. Qaya parçaları ilə xırda çay daşlarının arasında bir-iki balaca kaktus kolları da var idi. Liza öz-özünə danışırmış kimi dedi. Bax budur, mən elə bunu istəyirdim. Bu sonuncu sənət əsərinin nəyi təmsil edir, deyə Alfred dilləndi. Bu, deməli bu ölü dənizdir.
Xoşuna gəldi? Məncə çox kasıb görsənir. Bir neçə bitki olsaydı daha yaxşı olmazdı. Alfred öz təklifini irəli sürdü. Məyər adından hər şey məlum deyil? Oranın adı Ölü dənizdir. Başa düşdüyün kimi hər şey ölüb. Beton səki üzərində addım səsləri eşidildi. Donqar belli, yaşlı, ağ saçlı bir xidmətçi onlara tərəf gəlirdi. Xanım Magdalena telefondadır. Soruşur ki, sabah cənab George ilə saat 5 radələrində gələ bilərlər. Əlbəttə, ona de ki, heç bir problem yoxdur. Təşəkkür edirəm, xanım. Xidmətçi arxaya çevrildi və zirək addımlarla getdi. Lidia mərhəmətlə qulluqçunun arxasınca baxdı. Əziz, yaşlı Trisilian, necə də yaxşı insandı. Əgər o olmasaydı, nə edərdik? Təsəvvür edə bilmirəm. Alfred arvadının fikirlərinə şərik olduğunu bildirmək üçün başını yellədi. O köhnə xidmətçilərdəndir. Demək olar ki, 40 ildir bizim ailənin yanındadır. Bu bizim ailəyə çox bağlıdır. Lidia başı ilə fikirli-fikirli ərinin sözlərini təsdiqlədi. Bəli, Lidia gülümsədi. Bilirsən, o eynilə romanlardakı sədaqətli qulluqçulara oxşuyur. Ailədən bir nəfəri qorumaq üçün lazım gələrsə, yalan da danışa bilər. Zənnimcə elədir. Məncə həqiqətən də elə bir fədakarlıq edər, deyə Alfred dilləndi. Lidia əlindəki axırıncı nahamar daşı da əlavə etdikdən sonra dedi. Bax belə, bu da hazırdır. Hazırdır? Alfred təəccüblə soruşdu. Lidia qəhqəhə ilə güldü. Əzizim, Milad bayramı üçün hazırdır. Zənnimcə ailəlikcə gözəl bir bayram keçirəcəyik. David məktubu oxumuşdu. Sonra da həmin məktubu əzişdirib yumru bir top kimi kənara tullamışdı. Bir müddət sonra yenidən həmin məktubu tapıb, bükülmüş hissələrini qaydaya saldı və təkrar oxudu. Lidia isə bir kənarda dayanıb, səssiz-səmirsiz ona tamaşa edirdi. David Lilin alnındakı bir damarın qabarması diqqəti cəlb edirdi. Onun incə uzun barmaqları titrəyirdi. Hilda onun bu təlaşlı hərəkətlərini görürdü. David alnına tökülən sarı tellərini əsəbi halda arxaya darayanda mavi gözlərini yalvarırmış kimi arvadına zillədi. Biz nə edəcəyik? Deyə soruşdu. Hilda ona cavab verməkdə tərəddüd edirmiş kimi sustu. O ərinin səsindəki imdad harayını, yalvarışını hiss etdi. Hilda Davidin onun fikirlərinə necə hörmətlə yanaşdığını və təsir altına düşdüyünü evləndikləri ilk gündən yaxşı bilirdi. Elə buna görə də bir söz deməkdə ehtiyat edirdi. Sonra Hilda sözləri ehtiyatla seçərək yumuşaq və həlim bir səslə dedi. David, bilirsən, bu sənin düşüncələrinə bağlıdır. Hilda iri bədən ölçüləri ilə o qədər də gözəl bir qadın deyildi. Buna baxmayaraq, onun varlığında cəlb edici bir cəhət var idi. Ehtimal ki, bunlardan ən diqqət cəlb edəni onun özünə məxsus gülüşü idi. Onda olan gizli, özünə məxsus güc bütün xaraktercə zəif kişilərin xoşuna gələ biləcək tərzdə idi. Hilda orta yaşlı, kök bir qadın idi. Ancaq buna baxmayaraq diqqəti özünə cəlb edirdi. Çünki həqiqətən də çox güclü bir xarakterə malik idi. David oturduğu yerdən ayağa qalxdı və otağın içərisində o baş bu başa gedib gəlməyə başladı. O fikirli səslə dedi. Hilda, bilirsən bu haqda nə düşünürəm? Daha doğrusu bilməlisən. Bildiyimə əmin deyiləm, David. Ancaq sənə dəfələrlə izah etdim. Təkrar bütün təfərrüatları ilə danışdım. Ax sən mənim həmin evdən, onun ətrafındakı mənzərədən və bütün hər şeydən necə nifrət etdiyimi bilirsən. Bu əzabdan başqa heç nə vermir. Orada keçirdiyim hər saniyə nifrət edirəm. Anamın o evdə çəkdiyi əzablar. Hilda anlayışlı bir tərzdə başını tərpətdi. O elə mehriban və qayğıkeş bir qadın idi ki, orada həyatın bütün yalan və eybəcərliyinə qarşı mübarizə aparırdı. Bütün həyatın ona verdiyi əzablara dözüm nümayiş etdirirdi. Anamın çəkdiyi əzabların yeganə səbəbkarı
Atam idi. O hər gecə gəlib anama öz gizli eşq macəralarından saatlarla danışırdı. Atam ona həmişə xəyanət etdi və bu xəyanətini gizlətmədi də. Sənin anan da bu əzablara dözməli değildi. Atanı tərk edə bilərdi. Hindali dedi. O bu hərəkəti edə bilməyəcək qədər yaxşı insan idi. Atamın yanında qalmağa borclu olduğunu düşünürdü. Digər tərəfdən də axı onun getməyə elə bir yeri də yox idi. Özünə yeni bir həyat qura bilərdi, Hilda dedi. David əsəbi halda baxışlarını Hilda'nın üzünə dikdi. Sən elə bilirsən ki, həmin vaxtlarda belə şey etmək mümkün idi? Hilda, sən vəziyyəti başa düşmürsən. O vaxtlar qadınlar bugün olduğu şəkildə hərəkət edə bilməzdilər. Onlar hər şeyə boyun əymək məcburiyyətində idilər. Anam atamdan boşanmaq qərarı versəydi nə olacaqdı? Şübhəsiz, atam ikinci ailə həyatı quracaqdı və yenidən övlad sahibi olacaqdı. Əlbəttə ki, vəziyyət belə olanda bizim maraqlarımız da tapdanmış olacaqdı. Bax, mənim anam bu məsələləri hər tərəfli fikirləşirdi. Hilda ərinə cavab vermədi. David öz coşqun alovlu nitqinə daha da həvəslə davam etdi. Yox, anam düzgün qərar verib. O əsl mələk kimidir. Həyatda bizim üçün mübarizə aparırdı. O bircə dəfə də olsun bu mübarizəsindən yorulmadı və şikayət etmədi. Onu sakitcə boyun əyib heç bir şikayət etməməyi ağla sığan deyil, Hilda dedi. Çünki əks təqdirdə sənin baş verənləri belə əhatəli danışmağın mümkün olmazdı. David arvadına yenidən maraqla baxdı. Bəli, anam bəzi məqamlarda mənə bir-iki şey danışmışdı. Çünki anam onu çox istədiyimə bələd idi. O öləndə David sustu. Barmaqları ilə saçlarını arxaya daradı. Hilda, sən bunun necə dəhşətli bir duyğu olduğunu təsəvvürünə də gətirə bilməzsən. Həm də ki, anam həmin ərəfələrdə çox gənc idi. Onun qarşıda uzun ömrü var idi, yaşamalı idi. Atam onu öz əməlləri ilə öldürdü. Anamın ölümünün yeganə baiskarı atamdı. Anam öləndən sonra mən də atamla bir yerdə yaşaya bilməyəcəyimi başa düşdüm. Qapını çırpıb evdən bir dəfəlik çıxdım. Əslində düzgün qərar vermisən. Atanın himayəsindən canını qurtarmağın çox məntiqli bir addımdır. Hilda dilləndi. Atam onun yanında qalıb işləməyimi istəyirdi. Əlbəttə ki, o şərtlərlə yenə də onun evində yaşamalıydım. Ancaq buna düzə bilməzdim. Sözün düzü Alfred onunla bir yerdə necə yaşayır, necə yola gedir, hələ də başa düşə bilməmişəm. Alfred ona qarşı etiraz etmədi. Deyəsən axı o bir dəfə başqa bir işlə məşğul olmaq istəyirdi. Hilda ehtiyatla soruşdu. Bəli, Alfred hərbi sistemə keçməli idi. Atam belə qərara gəlmişdi. Evin ən böyük uşağı olduğu üçün Alfredi zabit olaraq görmək istəyirdi. Mən və Harry atamla bir yerdə işləməli idik. George isə siyasətçi olmalıydı, deyə David cavab verdi. Atamın bütün planlarını Harry alt-üst etdi. O həmdəmxəyal bir insan idi. İş elə gətirdi ki, borc içində itdi batdı. Başına hər cür biabırçılıqlar gəldi. Nəhayət bir gün ona aid olmayan bir miqdar pul götürüb yoxa çıxdı. Əlbəttə közündən sonra geriyə bir məktub da qoymuşdu. Həmin məktubda rəsmi idarə kreslosunda miskin ömür sürmək istəmədiyini, dünyanı gəzmək qərarına gəldiyini yazırdı. Sonra ondan xəbər aldınız? Əlbəttə, ondan tez-tez xəbər alırdıq. Getdiyi yerlərdən telegram göndərib pul istəyirdi. Atam da göndərirdi. Bəs Alfred? Atam məcbur edib Alfredi zabitlik karyerasından ayırdı. Onu öz yanında işləməyə gətirdi. Yaxşı, bəs bu iş Alfredin xoşuna gəlirdi? Əlbəttə ki, yox. O həmişə atamın işlərinə nifrət edib. Ancaq atam Alfredi barmağına dolamağı bacarıb. Zənnimcə Alfred hələ də atamın itaəti altındadır. Sən isə ondan bacardığın qədər uzaqlaşdın, deyə Hilda dodaqlarının altında mızıldandı. Bəli, mən də Londona getdim və orada rəssamlıq üzrə təhsil aldım. Atam isə mənə şərt qoydu ki, əgər həyatda belə axmaq işlərlə məşğul olsam, aylıq müəyyən qədər maliyyə yardım edə biləcək, ancaq sərvətindən heç nə verməyəcək. Mən də dedim ki, belə şeylərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Düdəmə səfi, deyə qışqırmışdı. Bax belə, bir də onu heç vaxt görmədim. Bəs verdiyim bu qərara görə pişman deyilsən? Deyə Hilda qayğıkeş səslə soruşdu. Yox, qətiyyən.
Heç vaxt peşman olmadım. Əslində rəssamlıqla elə də böyük bir uğur əldə edə bilməyəcəyimi bilirdim. Ancaq səninlə birlikdə bu balaca evdə çox xoşbəxtəm. Həyatda istədiyim hər şey burada var. Əgər ölsəm, sığorta şirkətindən sənə ödəniş də ediləcək. Bir neçə saniyə sakitcə dayanıb, nəysə fikirləşdi. Sonra yenidən danışmağa davam etdi. Bax, elə indicə bu məktubu almışam. Atam yazır ki, gəlib Milad bayramını arvadımla birlikdə ata ocağında qeyd edim. Yazdığına görə Milad bayramında hamımız birlikdə olacağıq. Ailə münasibətlərinin daha da yaxşılaşması üçün buna ehtiyac var. Hərçənd bunun nə demək olduğunu hələ də başa düşə bilməmişəm. Hilda dodaqaltı dedi. Səncə məktubda gizli mənalar axtarmağa ehtiyac var? Yəni artıq demək olar ki, sənin atan tamamilə qocalıb. Bu da onun ailə münasibətlərinin yaxşılaşması üçün göstərdiyi diqqətdir. Adətən belə şeylər çox olur. Yəqin, deyə David qayğılı səslə dilləndi. Əslində, o yaşlı bir insandır. Hələ buna da əlavə olaraq tənhalığını nəzərə alsaq, vəziyyətini daha yaxşı başa düşmək olur. Hilda, sən mənim ora getməyimi istəyirsən? Deyə David dilləndi. Əslində belə xahişi cavabsız qoymaq böyük bir günahdır, deyə Hilda gülümsəməyə çalışdı. Zənnimcə Milad bayramı günü ailənin bir yerə toplaşması xoş bir hadisədir. Sənə danışdığım bütün keçmişə nəzərən belə danışırsan, ancaq onların hamısı keçmişdə qalıb. Sən də hər şeyi unutmalısan. Bu mümkün deyil. Mən olanların heç birini unuda bilmərəm. David, əslində sən unutmaq istəmirsən, elə deyilmi? Davidin çöhrəsindəki ciddi və dərin ifadə rahatca başa düşülürdü. Nəslimizin xasiyyəti belədir. Biz bir şeyi beynimizdə illərlə saxlayar və qətiyyən unutmarıq. Səncə bu fəxr ediləcək bir cəhətdir? Hildanın səsində narahatlıq sezilirdi. Zənnimcə bu xoş bir şey deyil. David düşüncəli və narazı tərzdə arvadına baxdı. Keçmiş xatirələrə sadiq qalmağın heç bir əhəmiyyəti yoxdur. Məncə, ən çox düşünməli, narahat olmalı olduğumuz məqam bu gündür. Hilda cəld cavab verdi. Biz keçmişlə yaşamamalıyıq. Keçmiş artıq geridə qalmış bir şeydir. Zaman keçdikcə biz keçmişdə olmuş bəzi hadisələri beynimizdə çox şişirdirik. Ona müxtəlif mənalar verməyə çalışırıq. Mən keçmişdə baş vermiş bütün hadisələri, yaşadığım hər şeyi çox gözəl xatırlayıram. Bəli, səni başa düşürəm əzizim. Ümumiyyətlə, xatırlamasan daha yaxşı olar. Bu normal həyat tərzi deyil. Sən keçmiş günlərə kamil kişi kimi baxmalı olduğun halda bir uşaq kimi baxırsan. Bu heç nəyi dəyişdirmir, deyə David qışqıraraq cavab verdi. Hilda bu vaxt susmağın daha düzgün olduğunu fikirləşdi. Digər ki, ərinə izah etmək istədiyi xeyli məqamlar vardı. David, öz atanı bir iblis kimi görürsən. Halbuki bugün onu görsən, onun da adi, sıradan bir insan olduğunu çox yaxşı başa düşərsən. O öz duyğuları ilə yaşamış, düzgün həyat tərzi keçirməmiş bir insandır. Yəqin bütün adi insanlar kimidir. Sənin öz düşüncələrindəki kimi insaniyyəti olmayan bir vəhşi canavar deyil. Sən başa düşmürsən. Onun anama qarşı etdiyi əməllər. David, bəzən qadının yazıq-yazıq boyun əyməyi, itaət etməyi kişiləri çox əsəbləşdirir. Halbuki bax, elə həmin kişi öz qarşısında güclü, qüvvətli bir qadın görəndə xasiyyəti tamamilə dəyişir. Sən düşünürsən ki, bütün bu müsibətlərin yeganə səbəbkarı anam olub? Yox, qətiyyən mən elə demirəm. Hilda ərinin sözünü yarıda kəsdi. Mən atanın anana qarşı qəddarlıq göstərdiyinə də əminəm. Digər ki, evlilik, ailə həyatı çox qəribə bir şeydir. Ər və arvada kənardan başqalarının, hətta onların öz övladlarının belə bir söz deməyə haqları, ixtiyarları yoxdur. Bir də bilirsən, indi içində bəslədiyin o nifrət ağacının kökünə ensək belə, anana heç bir faydası yoxdur. Nə baş veribsə ötüb keçib. İndi isə xəstə, yaşlı bir insan var
və həmin qocalmış yaşlı insan öz oğlundan xahiş edir ki, Milad bayramında evə gəlsin. Sən mənim getməyimi istəyirsən, elə deyilmi? Hilda bir müddət susdu, sonra böyük və bəşəri bir qərar qəbul edirmiş kimi dilləndi. Bəli, istəyirəm. Artıq sənin evinə qayıtmağının və beynində yaratdığın o iblisi özündən uzaqlaşdırmağın vaxtıdır. Western vilayətindən seçilmiş millət vəkili George Lee təqribən 40 yaşlarında artıq çəkili bir insan idi. Onun yanaqları qırmızı və dolu idi. Adətən özündən razı, təkəbbürlü bir tərzdə danışırdı. Magdalena, sənə daha əvvəllər də demişdim, ora getmək mənim vəzifəmdir. Onun arvadı əsəbi və kəmhövsələ bir tərzdə çiyinlərini çəkdi. Magdalena Lee zərif yumurta kimi dümdüz sifətə malik, gümüş saçlı, incə qaşlı bir qadın idi. Bəzi məqamlarda onun çöhrəsi tamamilə ifadəsizləşirdi. Elə indi də ifadəsiz bir maska taxmış və oturmuşdu. Əzizim, bilirsən ki, ora çox darıxdırıcıdır. George Lee qəfildən ağlına maraqlı bir ideya gəlibmiş kimi açıq mavi gözlərini bərəldib baxdı. Beləcə biraz da qənaət etmiş olaraq, axı bilirsən, Milad bayramı əslində biraz bahalı və çox xərc tələb edən bir bayramdır. Əgər həmin ərəfədə buradan çıxıb getsək, bizim xərclərimiz də azalacaq. Yaxşı elə olsun, deyə Magdalena dilləndi. Əslinə qalsa, Milad bayramı hər yerdə eyni dərəcədə darıxdırıcıdır. Əlbəttə, evdə qalan qulluqçular üçün də Milad bayramı yeməyi vermək lazımdır. Görəsən onlara hind quşu əvəzinə başqa bir şey vermək olmaz? Qulluqçulara? Yaxşı, bəsdir, George. Belə şeylərlə beynini məşğul etmə. Sənin də bütün dərdin puldur. Kimsə bu evdə pul haqqında maraqlanmalıdır ya yox, deyə George bildirdi. Bəli, elədir. Ancaq pula qənaət etmək üçün belə gülünc yollara əl atmaq da axmaqlıqdır. Məyər atandan biraz pul istəyə bilməzsən? Atam onsuz da mənə kifayət qədər pul verir. Magdalena'nın gözlərində qəfil bir işartı yarandı. George, sənin atan varlı deyil. Mən bildiyim qədərilə 10 milyonçudur. 10 milyonçu deyil, milyarderdir. Magdalena dərin bir ah çəkib maraqla soruşdu. Sənin atan bu pulları necə əldə edib? Cənubi Afrikada? Bəli, atam Cənubi Afrikada çox böyük bir sərvət qazanıb. Xüsusilə də brilliant daşların hesabına özünə varidat toplayıb. Bəs öləndən sonra necə olacaq? Deyə Magdalena soruşdu. Atam bu haqda hələ bir şey deməyib. İndi durub ondan bunu soruşmaq da mümkün deyil. Ancaq zənnimcə o sərvətin böyük bir qismini Alfredə və mənə vəsiyyət edəcək. Alfredin payının daha böyük ola biləcəyini fikirləşirəm. Sənin başqa qardaşın da var, elədir? Bəli, David adında bir qardaşım var. Fikirləşmirəm ki, atam ona böyük bir pay ayırsın. O rəssamlıq sənətini öyrənmək, hər nəysə belə axmaq bir işlə məşğul olmaq üçün evdən qaçdı. Deyəsən elə həmin ərəfələrdə atam ona demişdi ki, onu varisliyindən çıxardacaq. David də əsəbi halda atama demişdi ki, bu mənim vecimə də deyil. Axmaq, deyə Magdalena qəribə bir saflıqla dilləndi. Bir də bacım Jennifer var. Bu da əcnəbi bir vətəndaşa qoşulub qaçdı. Deyəsən bacımın qaçdığı oğlan Davidin dostlarından biri idi. Həmin oğlan İspan rəssamı idi. Onların bir qızları dünyaya gəlib. Bəlkə atam ona da 1-2 qəpik vəsiyyət edər. Ancaq sözün düzü qıza nə isə verəcəyini düşünmürəm. Əlbəttə ki, Harry'ni də yaddan çıxarmaq olmaz. O biraz narahat tərzdə dayandı. Magdalena heyrətlə və təəccüblə gözlərini onun üzünə zillədi. Harry? O kimdir? Bilirsən, o qardaşımızdır. Sənin belə bir qardaşın olduğunu bilmirdim. Yazıq, zavallı Harry. Ailənin fəxri deyil. Ailədə onun haqqında çox nadir hallarda danışırıq. Harry çox eybəcər və əxlaqsız bir hərəkət etdi. Uzun illərdir ondan heç bir xəbər yoxdur. Bəlkə də haradasa ölüb. Magdalena qəfildən qəhqəhə çəkdi. George maraqla ona baxaraq soruşdu. Nə oldu? Niyə gülürsən? Sənin kimi bir insanın vicdansız və təmiz əxlaqı olmayan bir qardaşının olması çox qəribədir. George, amma sənin atanın da alicənab və sayğılı bir insan olduğunu demək olmaz. Magdalena gözlərini qıydı. Magdalena, xahiş edirəm.
Bəzi məqamlarda sənin atan dediyi sözlər mənim xətrimə dəyir. George təəccüblə ona baxdı. Magdalena, bəzən məni təəccübləndirirsən. Görəsən Lydia da sənin kimi fikirləşir? Axı sənin atan Lydiaya mənə dediyi sözləri demir. Sözün düzü bunun səbəbini başa düşə bilmirəm. George nəzərlərini başqa istiqamətə yönəltdi. Nəysə, insan gərək belə məqamları anlayışla qarşılasın. Atam çox yaşlıdır, həm də ki, səhhəti yerində deyil. O əsəbi və kəskin bir şəkildə ərinin sözünü kəsdi. Sənin atan hələ çox yaşayacaq. George dedi, əlbəttə, mənim atam hələ uzun illər yaşaya bilər. Magdalena dedi, hər halda oraya getmək lazımdır. Mənim bundan zərrə qədər də şübhəm yoxdur. Ancaq o evə mən nifrət edirəm. Bilirsən, Alfred insanın əsəbləri ilə oynayır. Lydia isə sanki özündən razı tərzdə baxır. Güya mən ondan aşağı səviyyədəyəm. Boş-boş danışma. Mən boş-boş danışmıram. Lydianın insana qarşı göstərdiyi münasibət belədir. Evinizdəki qulluqçu da məni hövsələdən çıxarır. Sən qoca Trisiryanı deyirsən? Xeyr, Harbori. Evin içində gizlincə gəzənən pişik. Sonra da adamın üzünə baxıb bic-bic gülümsüyür. Magdalena, Harborinin nə əhəmiyyəti var? Nə edim? Axı o əsəblərimə toxunur. Ancaq daha bu haqda danışmaq istəmirəm. Atanı görməyə getməli olduğumuzu yaxşı başa düşürəm. Məncə onu əsəbləşdirmək yersizdir. Elədir, indi gəl, qulluqçuların Milad bayramı yeməyi haqqında danışaq. George, bunu başqa vaxt danışarıq. Mən indi Lydia'ya zəng vurub sabah saat 5 radələrində onlarda olacağımızı xəbər verməliyəm. Magdalena yeyin addımlarla otaqdan çıxdı. O, qaynatasının evinə zəng vurub danışdıqdan sonra pilləkənləri çıxaraq öz otağına qalxdı və balaca yazı masasının arxasında əyləşdi. Masanın siyirmələrinin hamısının içi müxtəlif qəbizlərlə doluydu. O əvvəlcə qəbizləri sərgə səhmana salmağa çalışdı. Digər ki, sonra hövsələsi daraldı və əsəbi halda əlindəki kağız küğuzu siyirmələrə soxdu. Sonra isə o incə barmaqlarını gümüşü rəngli saçlarının arasına keçirərək nə edəcəyəm, deyə fikirləşdi. Gorston Halldakı evin 2-ci mərtəbəsində qabaq tərəfə baxan hissədə köhnə tərzdə təmir edilmiş, keçmişin xatirələrini üzərində daşıyan əşyalarla doldurulmuş otaqda enli kresloda yaşlı bir insan əyləşmişdi. O arıq əllərini kreslonun qoltuğuna söykəmişdi. Kreslonun yanında qızıl başlığı olan bir əsa var idi. Çiynində köhnə mavi ev xalatı, ayağında isə pambıq başmaq var idi. Onun saçları ağappaq ağarmışdı. Üzündəki solğun və qırışmış dərisinin altından damarlarının yaşıllığı diqqəti cəlb edirdi. Yazıq qocalmış ahıl kişi. Onu görən bu fikrə gələ bilərdi. Amma diqqətlə nəzər yetirdikdə onun necə gümrah, canlı və həyat eşqi ilə dolu bir insan olduğunu asanlıqla görmək olardı. Simeon Lee birdən-birə şən bir şəkildə qəhqəhə ilə güldü. Deməli, xanım Lydia'ya xəbər çatdırdın. Harbori kreslonun yanında dayanmışdı. Bəli, cənab. Sənə dediklərimi bircə təkrarladın. Bəli, cənab. Bu barədə heç bir səhvə yol vermədiyimə əmin ola bilərsiniz. Sən heç vaxt səhv iş tutmadığını bilirəm. Bundan sonra da belə davam etməlisən. Yoxsa peşman olarsan. Yaxşı, bəs xanım Lydia nə dedi? Harbori yavaş-yavaş hər şeyi danışdı. Cənab Lee yenidən dərin bir qəhqəhə ilə güldü və əllərini ovuşdurdu. Mükəmməl. Yəqin saatlarla bu haqda fikirləşib. Belə. İndi onlarla danışmağın vaxtı gəlib çatdı. De ki, yuxarıya gəlsinlər. Baş üstə, cənab. Harbori sakitcə otaqdan çıxdı. Hə, onu da yadımdaykən deyim. Lee başını qaldıranda Harborinin otaqda görmədi. Əsəbi halda onun arxasınca söyləməyə başladı. Bu da ki, elə bir pişikdir. İnsan onun harada olduğunu qətiyyən başa düşə bilmir. Ehtiyatla və hörmətlə döyülən qapı səsi eşidildi. Sonra Alfred və Lydia içəriyə daxil oldular. Hə, gəldiniz. Lydia, gəl. Burada yanımda əyləş. Yanaqların necə də qızarıb. Həyətə inmişdim. Ona görə ola bilər.
Hava soyuq olduğu üçün yanaqlarım qızarıb. Ata necəsən? Deyə Alfred dilləndi. Heç olmasa biraz istirahət edə bildin? İstirahət etdim, çox yaxşıyam. Yuxumda keçmiş günləri görürdüm. Tanınmış sahibkar olmamışdan qabaqki günləri. Və qəfildən qəhqəhə ilə gülməyə başladı. Lidia çöhrəsindəki alicənab bir təbəssümlə oturmuşdu. Ata, deyəsən Milad bayramı günü əlavə 2 qonağımızın olacağını demişsiniz. Bəli, sizə bu haqda danışmalıyam. Bu il Milad bayramı mənim üçün əsl mənada çox fərqli olacaq. Bir dəqiqə, George Magdalena ilə gələcək, sabah saat 5-də gələcəklər, deyə Lidia dilləndi. Qoca Simeon başını yellədi. Yazıq George'un vicdanlı olduğunu fikirləşirlər. Vicdan. Lilərin ailəsindən vicdanlı bir insan çıxmıyor. Xahiş edirəm, ata, bəsdir. Oğlum, əlbəttə ki, bu sənə aid deyil. Qətiyyən. Bəs David? Deyə Lidia soruşdu. Bəli, David, sözün düzü, onunla çox nigaranam. Mən xeyli müddətdir ki, onu görmürəm. David anasının balasıdır. Görəsən onun arvadı necə bir insandır? Nəysə, heç olmasa George kimi özündən 20 yaş balaca bir insanla evlənməyib. Hilda çox maraqlı bir məktub yazıb, deyə Lidia cavab verdi. Bugün ondan bir dənə də telegram gəlmişdi. Yazır ki, sabah mütləq gələcəklər. Qoca Li çox bilmiş və sınayıcı nəzərlərini gəlini Lidianın çöhrəsinə dikdi. Lidia, indiyəcən sən heç vaxt mənə qarşı kobud bir hərəkət etmədin. Heç vaxt mənim qarşımda tərbiyəsiz bir cavab vermədin. Sözün düzü, çox mükəmməl bir tərbiyə almısan. İşdən gələn mədəniyyət. Bu çox qəribə bir şeydir. Uşaqlarımın arasında xasiyyətcə mənə bircə nəfər oxşuyub. Onun gözlərindəki işıq daha da diqqəti cəlb etməyə başladı. İndi deyin görün Milad bayramı bizə kim gələcək? 3 at çəkmək şansınız var. Ancaq indidən əminəm ki, heç biriniz düzgün cavab verə bilməyəcəksiniz. Li gah oğluna, gah da gəlinə baxırdı. Alfred qaşlarını düyünlədi. Harbury gənc bir xanım haqqında danışırdı. Yəqin o gənc xanımın kimliyi sizi çox maraqlandırıb. Bundan adım kimi əminəm. Pilar, hardasa indi gələcək. Harbury'ni göndərdim ki, gedib avtomobillə qarşılasın. Pilar? Deyə Alfred əsəbi bir səslə dilləndi. Simeon Li güldü. Pilar Estravados, Jennifer'in qızı, yəni əslində mənim nəvəm. Görəsən kim oxşuyur? Ata, mənə onun haqqında heç nə deməmisən, deyə Alfred əsəbi halda dedi. Qoca Li gülümsədi. Axı elə olsaydı sizə heç bir sürpriz edə bilməzdim. Görəsən yenidən bu evdə gənc insanlar olsa necə bir dəyişiklik olacaq? Mən rəssam Estravados heç vaxt görməmişəm. Görəsən mənim nəvəm kim oxşuyur? Anasına, yoxsa atasına? Ata, məncə bu düzgün hərəkət deyil. Alfred dilləndi. Əgər hər şeyi nəzərə alsaq, atası onun sözünü yarıda kəsdi. O qız mənim nəvəmdir. Bu ailənin yeganə nəvəsidir. Onun atası belə idi, ya elə idi. Mənim üçün maraqlı deyil. O qız mənim qanımdan gəlir. İndi isə bu evə gələcək və mənimlə birlikdə yaşayacaq. Pilar burada yaşayacaq, deyə Lidia dilləndi. Nəysə etirazın var? Simon gözünü Lidianın üzünə zillədi. Lidia başını yellədi və gülümsədi. Xeyr, əlbəttə burası sizin öz evinizdir. Mən evinizə istədiyiniz adamı dəvət etməyinizə etiraz edə bilmərəm. Mən sadəcə olaraq Piları fikirləşdim. Onu fikirləşirsən? Nə demək istəyirsən? Yəni demək istəyirəm ki, görəsən o burada özünü xoşbəxt hiss edəcəkmi? Simon cəld başını qaldırdı. Piların cibində qəpik də yoxdur. O mənim bu dəvətimi böyük bir lütf kimi qəbul etməlidir. Lidia çiyinlərini çəkdi. Simon Alfredə tərəf döndü. Yəni əslində bu çox fərqli və maraqlı bir Milad bayramı olacaq. Mən bütün uşaqlarımı görə biləcəyəm. Hamısını. Bax Alfred. Sənə düzgün cavab tapmaq üçün bir kömək etdim. İndi də görək, digər qonağımız kimdir? Alfred təəccüblə atasına baxırdı. Qoca Simon sözünü yenidən təkrar etdi. Mən bütün uşaqlarımı bir yerdə görəcəyəm. Alfred, düzgün cavab tapa bilmədin?
Harry'ni deyirəm, sənin qardaşın Harry. Alfredin rəngi qaçdı. Hıqqınaraq sözləri zorla ağzından çıxartdı. Mümkün deyil. Harry? Bəli, Harry gəlir. Ata, axı biz elə bilirdik ki, o ölüb. Səncə heç Harry ölər? Siz onu bu evə dəvət etdiniz, o qədər hadisədən sonra? Bəli, Alfred, biz onu çox yüksək səviyyədə qarşılamalıyıq. Ata, o sizə, hamımıza qarşı çox pis bir hərəkət etdi. Ailə şərəfimizi ləkələdi, deyə Alfred dilləndi. İndi oturub onun keçmişdəki günahlarını sadalasaq, bu kifayət qədər uzun bir siyahıdır. Ancaq sənin yaxşı bildiyin kimi, Milad bayramı günü insanlar bir-birinin günahlarından keçər, bağışlayar. Bəli, ailəmizin şərəfini ləkələyən insanı böyük bir sevinclə qarşılayacağıq. Sözün düzü bu xəbəriniz məni çox təəccübləndirdi. Elə bilirdim ki, Harry bir də heç vaxt bu evə ayağını basmayacaq. Simeon oturduğu kreslodan birazca irəli əyildi. Alfred, sənin Harry'dən heç xoşun gəlmir? Onun səsi çox həlim və qayğıkeş idi. Sözün düzü, Harry sizə qarşı etdiyi əməllərdən sonra Simeon dərin bir qəhqəhə ilə güldü. Artıq keçmişdə nə olmuşdusa, hamısını unudaq. Milad bayramında da belə etməyimiz doğru olar. Lydia, səncə elə deyilmi? Onun da rəngi ağarmışdı. Kinayəli bir tərzdə, görünür bu ilki Milad bayramını əvvəlcədən hər tərəfli fikirləşmisiniz, deyə dilləndi. Mən ailəmi öz yanımda görmək istəyirəm. Artıq çox qocalmışam. Alfred çölə çıxmışdı. Lydia onun arxasınca getməmişdən qabaq bir neçə saniyə dayandı. Simeon başını yavaş-yavaş buladı. Mənim bu xəbərim ona çox pis təsir etdi. Harry ilə heç vaxt yola getmirdilər. Harry həmişə Alfredi ələ salırdı. Lydia nəsə demək istədi, ancaq Simeonun da məhz belə bir şey gözlədiyini başa düşən kimi susdu. İcazə versəniz, Alfredin yanına getmək istəyirəm. Belə qəfil həyəcanlı məqamlar onu tez narahat edir. Simeon yenidən qəhqəhə ilə güldü. Bəli, elədir. Alfred dəyişikliyi sevmir. Həddən artıq ağır və ciddi bir insandır. Alfred sizi çox istəyir, deyə Lydia dilləndi. Və məncə bu səni çox təəccübləndirir. Elə deyilmi, Lydia? Lydia başını yellədi. Bəli, bəzən, deyib otaqdan çıxdı. Simeon diqqətlə onun arxasınca baxırdı. Əllərini ovuşdurub gülümsədi. Hamımız çox maraqlı bir bayram keçirəcəyik. Bu Milad bayramı həyatımda ən gözəl bayram olacaq. O kreslodan zorla qalxıb otağın küncündəki seyfə tərəf addımladı. Seyfin qapısını açaraq qocalıqdan artıq əsməyə başlamış əlini içəriyə soxdu. Dəridən düzəldilmiş bir torba çıxartdı və içindəki yonulmamış saf brilyantlara baxdı. Necəsiniz mənim gözəllərim? Siz yenə də eyni yerinizdəsiniz. Siz yenə də mənim həmişəki kimi köhnə dostlarımsınız. O keçən günlərimiz gözəl idi, elə deyilmi? Mən heç vaxt sizi doğrayaraq yonmalarına icazə vermərəm. Siz heç bir qadının boyuna dolanmayacaqsınız. Barmağının üstündə dayanmayacaqsınız. Siz mənə məxsussunuz. Köhnə dostlarım, bizim ortaq çox şeylərimiz var. Onlar elə düşünürlər ki, həddən artıq qocalmışam, xəstəyəm. Halbuki mən hələ ölmək istəmirəm. Onlar bilmir ki, bu qurd hələ çox yaşayacaq. Bu dünyanın bütün ləzzətini dadacaq.